Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. 2025-ci ilin mart ayında yer kürəsində müxtəlif intensivlikdə maqnit qasırğaları proqnozlaşdırılır. Xəbər verilir ki, mütəxəssislərin məlumatına görə bu qasırğalar meteohəssas insanların sağlamlığına və texnoloji sistemlərin fəaliyyətinə təsir göstərə bilər. Maqnit qasırğalarının baş verəcəyi tarixləri təqdim edirik. 10 mart güclü maqnit qasırğası proqnozlaşdırılır. Bu müddətdə sağlamlığa və texnoloji sistemlərin işinə əhəmiyyətli təsirlər mümkündür. 12-14 mart yenidən güclü maqnit qasırğası gözlənilir. Naviqasiya və rabitə sistemlərində nasazlıqlar, həmçinin meteohəssas insanlarda sağlamlıq problemləri yarana bilər. 15-16 mart orta intensivlikdə maqnit qasırğası ehtimalı var. Xroniki xəstəlikləri olan şəxslər bu günlərdə xüsusi diqqət yetirməlidirlər. 16-18 mart zəif maqnit pozğunluqları davam edəcək. 21-22 mart zəif maqnit qasırğası proqnozlaşdırılır. Yüngül narahatçılıqlar mümkündür. 26-28 mart orta güclü maqnit qasırğası gözlənilir. Bu dövrdə baş ağrıları və təzyiq dəyişiklikləri kimi əlamətlər yarana bilər. Sağlamlığımızı necə qorumaq olar? Maqnit qasırğalarının təsirini azaltmaq üçün bu tövsiyələrə əməl etmək məsləhətdir. Sağlam həyat tərzi, balanslı qidalanma və müntəzəm yuxu rejimi sağlamlığımızı qorumağa kömək edəcək. Stressin azaldılması, rahatlama texnikaları və meditasiya stres səviyyəsini aşağı sala bilər. Fiziki fəaliyyətin məhdudlaşdırılması, qasırğa günlərində ağır fiziki işlərdən çəkinmək məsləhətdir. Dərmanların əlçatanlığı, xroniki xəstəlikləri olan şəxslər həkimlərin təyin etdiyi dərmanları yaxınlıqda saxlamalıdırlar.